Xalq artisti Ağadadaş Ağayev təpədən dırnağı verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi fiziki məhdudiyyətli insanların bəzi səbəblərdən evdən çıxarılmamasını pisləyib. Bir dəfə Almaniyada küçədə dolaşanda əlil arabasında olan insanların nə qədər çox olduğunu gördüm. Onlar üçün xüsusi yollar da ayrılıb. Şükür etdim ki, Azərbaycanda belə insanlar azdır. Bakıya gəldim, qızım Leylanın əməliyyatları üçün zənglər edirdim. Onlarla danışırdım ki, Almaniyada fiziki imkanları məhdud insanlar çoxdur. Sonradan anladım ki, bizdə oradan daha çox imiş. Amma mentalitetimizdə qəbul olunmayan valideyn yanaşmaları o dərəcəyə gəlib çatıb ki, biz o uşaqları evdə dustaq edib divarlara məhkum etmişik. Amma deməmişik ki, onlar da bizim, cəmiyyətimizin bir parçasıdırlar. Onları cəmiyyətə qazandırmaq lazımdır. Allahın bizə verdiyi ən böyük nemət odur ki, evdə evladımız var. Mənim üçün heç bir evladım Leyla ola bilməz, o başqa ruhdur deyə Ağadadaş Ağayev bildirib. Qeyd edək ki, Ağadadaş Ağayevin ilk evlilikdən 3 oğul, ikinci nikahdan bir qız, bir oğul evladı var.